mübahisəni sizin üçün təhlil edim. Siz başa düşəcəksiniz ki, çıxış yolu hardadır. Bir nəfər yazıb, var iş, marketdə eşşək kimi işlədirlər, 400 manata doludur, iş düz deyirlər. Bəli, üzr istəyirəm. Marketdə, yanımızda Alı marketdə var, Oba marketdə var. Səhər saat 7-dən mən gedirəm. Biri 7-də açılır, biri 8-də. Axşam saat 11-ə kimi xanımlar çalışır və bir çoxları da evli xanımlardır. Çünki subay insan 400-500 manata yaşaya bilməz. Və bu psixoloq, adını psixoloq qoyub, bilmirəm haranı bitirib, hansı kursu bitiribdi, hansı universiteti bitiribdi, bitiribmi, belə bir sual da yaranır. Hər yerindən duran adını qoyur psixoloq. Kursu bitirən də bu dəqiqə adını qoyur psixoloq. Cəmaatdan səhv tutur. Baxın. Azərbaycan dilində məktəb oxuyan hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, siz çoxdan vergül və nöqtə ilə cümlə yazmağı öyrənməliydiniz. Öyrənməmisinizsə 400 manat almaq sizin maksimum haqqınız ola bilər. Vergül nöqtə qoyduğuna görə insanlara 400 vermirlər. İnsanların əməyindən istifadə eləyib, hörmətli psixoloq, əgər psixoloqsuzsa təbii ki, onun əməyindən istifadə eləyib insanlara 10 saat işlədib, hambal kimi, həqiqətən də hambal kimi işlədib, gedin marketlərə baxın, ondan sonra insanlara 400-500 manat maaş verirlər. Azərbaycanda əgər vergilər bahalaşırsa, əgər cərimə 200-300 manatdırsa, 100 manatdırsa, kirayələr 800-600 manatdırsa, vətəndaş 400-500 manata necə dolansın? Bunun kirayədə qalanı var, bunun az təminatlı insanı var, bunun xəstə vətəndaşı var. Siz necə psixoloqsuz ki, vətəndaşın xeyrinə bir söz danışmırsınız? Və bu bir zarafat deyil. Bu vətəndaşın beynində məhdudiyyətlər var, yəni düşüncə var. Vətəndaş haqqını istəyə bilər, tələb eləyə bilər, yüksək maaş istəyə bilər, amma sən psixoloq kimi durub vətəndaşı haqqını istədiyinə görə qınaya bilməzsən, vətəndaşdan səhv tuta bilməzsən. Mən sizin özünüzdən səhv tutsam, mənə çox maraqlı olacaq. Görəsən siz haranı bitirmisiniz və niyə hər yerindən duran adını psixoloq qoyur? Həmin vətəndaşa digər şəxs... Bir-iki dənə televiziyaya pul verib müsahibə götürməklə psixoloq olmaq olmur. Psixoloqlar siyasi fikirlər bildirməməlidir. Psixoloqlar insanların psixoloji durumunu... Siz axı bilirsiniz axı, insanların maaşı aşağı olanda əsəbləri də gərgin olur. Ölmək də istəyirlər, intihar da eləmək istəyirlər. Etiraz edir. Marketdə işləyirəm, 790 manat alıram,